Hamıya salam. Bugün biz appraisaldan danışacağıq. Appraisal nədir? Yəni evin qiymətləndirilməsi. Appraisal odur ki, bank müstəqil qiymətləndirici göndərir. Çünki bank bizim aldığımız evin dəyərini bilmək istəyir. Bu yaxın zamanlarda satılmış oxşar evlərə baxır. Ölçü, otaq sayı, təmir vəziyyəti və ya məhəlləyə əsasən evin bazar dəyərini müəyyən edir. Dəyər satış qiymətinə uyğundursa, təbii ki, biz davam edirik. Aşağı çıxarsa satıcı ilə qiyməti yenidən danışa bilərik, fərqi ödəyə bilərik və ya müqavilənin şərtlərindən asılı olaraq qərar verə bilərsən. Təbii ki, bu bizim aldığımız evindən də asılıdır. FHA, VA və ya korporativlərdə lenderlərin şərtləri bir qədər fərqli olur. Qısa desək, appraisal evin qiymətini, inspektor isə evin vəziyyətini təyin eləyir. Siz də Staten Islandda, Brooklyn'də, New York'da, New Jersey'də ev almaq, satmaq və investisiya eləmək istəyirsinizsə və ya real estate ilə bağlı hər hansı sualınız varsa, mənimlə əlaqə saxlaya bilərsiniz.